Diqqət ekrana İlham Əliyevin Şamaxı səfərindən. Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib. Səsə qulaq asın, bayquşlar oluyor, yəni xalq yoxdur, Şamaxılı yoxdur. Eşitdiniz bayquşların, quşların səsini? Hə? Bax, İlham Əliyev Şamaxıya gedib. Niyə Şamaxıda Şamaxılıların dərdi ilə maraqlanmayıb, Şamaxılılar çıxmır qarşısına, çıxartmır qarşısına, bir soruşsun, ay mənim Şamaxılı həmyerlim, dərdin nədir, fikrin nədir? Niyə də niyə? Bütün yolları boşaldırlar, bütün küçələri boşaldırlar İlham Əliyevin korteji keçəcək deyə, falan yerə gedəcək deyə. Şamaxılıları bugün soxublar evlərinə, çıxmayın deyiblər, hər yerə əl avtomatlar töküblər. Bu nədir? Nədən qorxursan? Hə? İlham Əliyev, niyə bir Şamaxılı əhalisi ilə görüşmürsən? Ancaq Qarabağda 5-10 nəfəri hazırlanmış, əvvəlcədən planlaşdırılmış, blokadaya alınmış. Niyə Şamaxılılarla görüşmürsən? Niyə hansısa rayona gedəndə o insanların görüşmürsən? Bakıya niyə çıxmırsan cəmaət içinə sən? Bu nə qorxaqlıqdır?